Aziz xalqımız, sizə yenidən müraciət edirik. Çünki mübarizə davam edir. Özəlləşdirmə çekləri olan ailələr haqqımızı və hüquqlarımızı düzgün və axıra qədər müdafiə etmək üçün üç şeyi əzbər bilməliyik. Bəzi insanlar rəylərdə yazırlar ki, nə qədər gözləmək olar, nə qədər danışmaq olar, gözünüzün kökü saraldı. Bəziləri yazır ki, sizin dediklərinizi biz də bilirik. Bəziləri bu haqq yolunda uzun illər əziyyət çəkən ağsaqqallara, bizə, sizi hakimiyyətə, dövlətə və prezidentə inandırmaqla boş və lazımsız iş gördüyümüzü, xalqı aldadıb ümid verdiyimizi yazırlar. Ancaq dostlar, bizi dinləyən və cənab prezidentə inanan vicdanlı qardaş və bacılarımızın sayı daha çoxdur. Bugün sizə hüquqşünas və iqtisadçı alimlərin məsləhətləri əsasında üç əsas məsələ barədə məlumat verəcəyik. Bunları hamı bilməlidir. Bu səbəbdən xahiş edirik. Rəydə öz fikirlərinizi yazın və Facebookda, qruplarda paylaşın. Bu problem Milli Məclisdə və mətbuatda müzakirəyə çıxarılması üçün bu videonu baxanda bir neçə dəfə rəy yazıb paylaşmaq vacibdir. Diqqətlə qulaq asın ki, həqiqətləri, faktları, hüquqlarınızı və haqqımızı dəqiq biləsiniz. Və bəzi axmaqların sözlərinə və fikirlərinə aldanıb çeklərinizi satmayasınız. Dostlar, vicdanı olan heç bir deputat, ziyalı və jurnalist yüz minlərlə vətəndaşın, xalqın probleminə biganə qalmamalıdır. Bu çekləri saxlayanların əksəriyyəti mərhum prezident Heydər Əliyevi və cənab prezidenti sevən, dövlətçiliyimizə inanan ziyalılardır. Əsasən, şəhərlərdə yaşayan müəllimlər, həkimlər, hərbiçilər, dövlət orqanlarında işləyən insanlardır. Çünki onların əmlak komitəsi tərəfindən hərraslar keçirilən zaman öz iş yerlərini qoyub basa-basta növbədə dayanmaq üçün imkanı zamanı olmayıb və ən az 30% Yeni Azərbaycan Partiyasının üzvləridir. Başa düşürük ki, biz çox ziyalıların və deputatların iqtisadca hüquqşünas olmaması, bu hüquqi problem və ədalətsizlik barədə danışması və aydın fikir söyləməsi üçün çətinliklər yaradır. Əziz ziyalılarımız, deputatlar və jurnalistlər, uzun illərdir Ulu Öndər Heydər Əliyev tərəfindən kapitalizmə dinc ədalətli keçid üçün qanunla dövlət öhdəliyi və dövlətin tarixi, sosial-iqtisadi ədalət siyasəti olaraq miras əmlak payları kimi mülkiyyət hüququ verən özəlləşdirmə paylarını, çeklərini satmayıb, haqlarının və hüquqlarının bərpa olunmasını ümidlə gözləyən yüz minlərlə ailələr adından sizlərdən xahiş edirik. Dövlət cinayətinə, xalqa və cənab prezidentə qarşı düşmənçiliyə, korrupsiyaya son qoyulmasına kömək edin. Birinci məsələ, maariflənmək heç vaxt gec deyil. Artıq Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ekspertləri olan ondan çox hüquqşünas alimin iştirakı ilə 2022-2023-cü illərdə qanun jurnalında dövriyyə və dövriyyədə qiymətli kağızların verdiyi mülkiyyət hüququndan istifadəsi, həm tədavül və həm də ödəmə tədiyyə vasitəsi kimi istifadə olunması qaydaları və qanunla bu hüquqi terminlərin mülkiyyət hüququndan tam fərqli istifadə qaydasını tənzimlədiyi barədə eyni zamanda hər çekin dəyərinin qanunla əmlaka, maddi ekvivalentə bağlandığını və bütün özəlləşdirmə dövründə inflyasiyadan qorunmadığını təsdiqləyən yazılardan hüquqi faktlarla öz təsdiqini tapan 4 elmi praktik məqalədən sonra hüquqşünas olmayanların da bunları bilməsi mütləq şəkildə vacibdir. Xahiş edirik. Diqqət edin, dövriyyəyə buraxılma hər hansı mülkiyyət hüququ verən daşınar və ya daşınmaz əşyanın, o cümlədən qiymətli kağızların istehsal olunaraq əvəzli və ya əvəzsiz olaraq verilməsidir. Məsələn, pullar dövriyyədə tədiyyə ödəmə vasitəsidir. İstiqrazlar isə dövriyyədə tədavül vasitəsidir. Yəni, satıla və banka girov qoyula bilər. Özəlləşdirmə paylarının
çeklerin başka kıymetli kağıtlardan üstün cəhətlərindən biri de odur ki, onlar birincili olarak yerleştirildiği an dövriyede ve bütün özelleştirme dövrü için devlet investisiya fondları yaradılana kadar ödeme tədiyə vasitəsi olması qüvvədə olan qanunlarla birbaşa tənzimlənib. Dikkat edin, özelleştirme payları çekleri kanunla dövriyede 3 illik tədavül vasitəsi idi. Yani bu 3 ildə çekler satıla veya bankta girov qoyula bilərdi. Bu en çok investorlar ve çeklerini satmak isteyenler için maraqlı idi. Bildiğiniz kimi, çeklerin kanunla 3 illik tədavül müddəti başa çatandan sonra 4 dəfə fərmanlarla uzadıldı. Bu özelleştirme çeklerini satmak, banklara girov qoymaq istəyənlər ve investorlar için nəzərdə tutulmuştur. Devlet investorlara özelleştirme çeklerini investisiya qiymətli kağızı kimi təqdim etmiştir. Yani tədavül müddətinin fərmanla uzadılmasında veya dayandırılmasında hiçbir ciddi hüquq pozuntusu yoktur. Bu zaman qüvvədə olan kanunla çekler yine de dövriyede kalır ve ödeme tədiyə vasitəsi kimi istifadə olunur. Yani mülkiyyətdən istifadə hüququ pozulmur. Çünkü özelleşme zamanı kanunla koyulmuş qaydada əsas məqsəd özelleştirme paylarını, çeklerini kimlərəsə satmak veya banka girov qoymaq. Yani tədavül vasitəsi kimi istifadə etmək yox, dövriyədə qiymətli kağız kimi çeklerden bütün özelleştirme dövründe kanuna uygun şekilde ödeme tədavül vasitəsi kimi istifadə etməkdir. Yani kanunla koyulmuş qaydalara əsasən özelleştirme çeklerini satmayan vətəndaşlar ve investorlar için özelleştirilecek orta ve iri müəssisələrin 65%'nin değerinin ödenilmesi zamanı çekler kanunla bütün özelleştirme dövründe dövriyede olmalıdır ve müddətsiz olarak ödeme tədiyə vasitəsi kimi istifadə olunmalıdır. Dikkat edin, mərhum Prezident Heydər Əliyevin imzaladığı, bugün de qüvvədə olan hem özelleştirme kanununun 10. maddəsi ve hem de özelleştirme kanunlarının icrası için 1996 ildə 450 nömrəli fərmanla imzalanmış özelleştirme payları çekleri hakkında əsasnamənin 5. bəndi ilə bütün özelleştirme dövründe ödeme vasitəsi kimi çeklerin qəbulundan imtina etmək qəti qadağan olunub. Bu hüquqi fakt her özelleştirme çekinin üzerindeki bu özelleştirme çeki Azerbaycan Respublikasının dövlət müstəqilliyi, mülkiyyəti ilə təmin edilir. Yazısı da təsdiq edir. Ve bu çeklerin üzerinde vaxt məhdudiyyəti qoyulmayıb. Ve hamı bilməlidir ki, özelleştirme çekleri kanunla mülkiyyət hüququnu təsdiq edən qiymətli kağız kimi bugün de dövriyede ödeme tədiyə vasitəsi kimi istifadə olunmalıdır. Hatta mərhum Prezident Heydər Əliyev o zaman vətəndaşlara müraciət edərək öz çeklerini tədavül vasitəsi kimi satmamağı, dövlət əmlaklarının özelleştirilmesi zamanı onlardan bir ödeme tədiyə vasitəsi kimi istifadə edərək özelleştirmede iştirak etmeyi ayrı müəssisələrə qoymağa məsləhət görürdü. Və deyirdi ki, əgər bir müəssisə yaxşı dividend verməzsə, başqası yaxşı olar və beləliklə tarazlıq yarada bilərsiniz. 15 ildir kanunlar ve konstitusiya pozulur. Çünkü mülki məcəllədə 155.4. maddəsinə əsasən dövlətin öz mülkiyyətində olan əmlakı fiziki ve hüquqi şəxslərin mülkiyyətinə verməsi ancaq və ancaq dövlət əmlakının özelleştirmesi hakkında kanunda nəzərdə tutulmuş qaydada olmalıdır. 15 ildir xalqın miras əmlak payları qanunsuz olarak İqtisadiyyat Nazirliyi ve Əmlak Komitəsi tərəfindən sahibkarlara satılır. Her gün Milli Məclisdə sahibkarlara dəstək üçün çoxsaylı çıxışlar ve müzakirələr edilir. Xalqı yaddan çıxarmayın. Her şey vətəndaşın yaxşı yaşaması üçündürsə, onda 100 il müddətində ata-babalarımızın qanı ve canı hesabına yığılmış xalqa məxsus halal miras əmlak paylarını özlerine verin, sahibkarlara satmayın. Mülki məcəllənin 1078-4.1 maddəsində özelleştirme qiymətli kağızları dövlət əmlakının özelleştirilmesi zamanı dövlət əmlakının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxıldığı və mülkiyyət hüququ verdiyi təsdiq edilir. Konstitusiyanın 94. maddəsinin 13. bəndi ilə mülkiyyət hüququ, yəni əmlaka sahib olmaq, əmlakdan istifadə etmək ve onun barəsində sərəncam vermə hüquqları yalnız qanunverici orqan olan Milli Məclis tərəfindən ancaq qanunla tənzimlənə bilər. Mülki məcəllənin 153.3. maddəsinə görə
əmlakın fiziki və ya hüquqi şəxsi mülkiyyətində Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Konstitusiya mülkiyyət hüququ 29-cu maddə 6-cı bənd. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgənikiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmə şərti ilə yol verilə bilər. Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 64-cü maddəsinin 12-ci bəndinə əsasən, hətta qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarını müəyyənləşdirilməsinə yol verilmir. Hüquqşünas alimlərin gəldiyi nəticə budur. Diqqət edin. 2004-cü ilə qədər özəlləşdirmə paylarının, çeklərinin ödəmə tədiyyə vasitəsi kimi özəlləşdirmədə istifadəsi, yəni mülkiyyət hüququndan istifadə qaydası, bugün də qüvvədə olan 878 nömrəli dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə tənzimlənirdi. Mərhum Prezident Heydər Əliyev xalqın hüququnu və özəlləşdirmə əmlak payını qorumaq üçün çox dəqiq hüquqi mexanizm qoymuşdur. O, vəfat edəndən 6 ay sonra Prezident İlham Əliyevin etibarından sui-istifadə edən, həmin dövrdə Prezident administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev və onun ətrafında toplanan bəzi məmurlar mərhum Prezident Heydər Əliyevin imzaladığı hüquqi sənədləri səhv şərh edərək və ya məqsədli şəkildə 2004-cü ildə ilk dəfə olaraq Konstitusiyaya zidd olaraq mülkiyyət hüququndan istifadə qaydasını, qanun qüvvəsində olmayan fərmanın 1.1 bəndi ilə güya dövlət özəlləşdirmə çeklərindən ödəmə tədiyyə vasitəsi kimi istifadə müddətini artırmaq adı ilə müddət qoydular və 2011-ci ildə isə qanunla tənzimlənən mülkiyyət hüququndan istifadə müddəti fərmanla ləğv olundu. Yəni qanunla tənzimlənən mülkiyyət hüququndan istifadə qaydası Konstitusiya və qanunlara zidd olaraq fərmanla ləğv olundu. Bildiyiniz kimi Konstitusiyanın 49-cu maddəsinin 7-ci bəndi ilə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və bəzi yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Ancaq Konstitusiya və qanunun fərmanla pozulması 15 ildir. Deputatların və ziyalıların qanunla 65% xalqa məxsus olan halal miras əmlak paylarının talan olunmasına qarşı biganəliyi cinayətkar oliqarx məmurlara xidmət edir. 25 ildən sonra ilk dəfə bu yaxınlarda Azərbaycan televiziyasında özəlləşdirmə çeklərinin mülkiyyət hüququ olduğu barədə iqtisadiyyat xəbərlərində veriliş oldu və 1 milyon vətəndaşın öz hüquqları bərpa etmək istədiyi barədə deputata müraciət olundu. Hörmətli deputatımız vətəndaşların hüquqlarının bərpasının vacibliyini söylədi. Ancaq iqtisadçı olan deputat Aydın müəllim bilmir ki, mülkiyyət hüququnu təsdiq edən özəlləşdirmə çekləri nə hüquqi və nə də qanuni tərəfdən öz qüvvəsini itirməyib. Dövlət cinayəti edilərək Ramiz Mehdiyevin və onun komandasının hiləsi ilə hazırlanmış fərmanla Konstitusiya və qanunlara zidd olaraq mülkiyyət hüququndan istifadə dayandırılıb. Bu isə kütləvi mülkiyyət hüququ pozuntusu və qanunla korrupsiya cinayəti hesab olunur. Sadəcə bugün qüvvədə olan özəlləşdirmə qanununda olan 10-cu maddəyə əməl olunmalıdır və 75 nömrəli fərman isə mərhum Prezident Heydər Əliyevin imzaladığı Konstitusiya və qanunlara zidd olduğu üçün ləğv olunmalıdır. Yaxşı olardı ki, deputatlar bu vəzifələrdən və səlahiyyətlərdən istifadə edərək bu barədə Konstitusiya məhkəməsinə müraciət etsinlər. Məlum olduğu kimi, mülkiyyət hüququna qanundan aşağı qanunvericilik aktı ilə xitam verilməsi və mülkiyyət hüququndan istifadənin məhdudlaşdırılması qəbul edilməzdir. Bu hal qanunvericilik ilə korrupsiya cinayəti hesab olunur. Konstitusiya və qanunlara əsasən mülkiyyət hüququna fərmanla nə xitam verilə bilər, nə də istifadəsi məhdudlaşdırıla bilər. Konstitusiyanın qoyduğu bu qaydanı Mülki Məcəllə də təsdiq edir. Məhz Mülki Məcəllənin 153.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi,
və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Dostlar, davam edəcəyik. Ancaq əvvəl haqqımıza çatmaq üçün özümüzə kömək edin. Kim bizimlədir? Rəydə öz rəy sözlərinizi və fikrinizi yazın və paylaşın. Dostlar, hamı deputatlara şikayət müraciəti yazmalıdır. 070 304 05 21 nömrəsinə WhatsAppda ad və soyadınızı yazıb göndərin. Sizə deputatlara yazılı müraciət, şikayət forması göndərəcəklər. Bu nömrəyə zəng etməyin. Zəngə cavab verilməyəcək. Bu videonun birinci rəy yerində sizin üçün məlumat yazılacaq. Baxın, dostlar, hamı şikayəti yazmalıdır. Ailənizdə olan cavanlar sizə kömək etməlidir. Bu, onların birbaşa vicdan borçlarıdır. Facebook sayfənizdə və qruplarda paylaşın ki, hamı bilsin, heç kim çeklərini satmasın. Nə qədər çox adam bilsə və deputatlara şikayətlərin sayı nə qədər çox olarsa, bu problem daha tez həll olunacaq. Bu zaman cinayət barədə cənab prezidentə mütləq düzgün məlumat çatacaq. Allah böyükdür. Haqq yolunda əziyyət çəkənləri, səbirli olanları sevir və sevindirir. Hörmətli ziyalılar və deputatlar, cənab prezident hüquqşünas deyil. Prezident İlham Əliyevin etibarından sui-istifadə edən, həmin dövrdə prezident administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev və onun ətrafında toplanan bəzi məmurların hazırladığı və 2004-cü ildə xaincəsinə imzalatdırdığı 75 nömrəli fərmanın konstitusiyaya, qanunlara və beynəlxalq insan hüquqlarına zidd olduğunu hamı bilməlidir. Diqqət edin, vətəndaşın dövlətə 10 manat borcu olanda işığını, suyunu, qazını dərhal kəsirlər. Övladları təhsil haqqını ödəyə bilməyəndə ali məktəblərdən və bağçalardan qovulurlar. Dərman və müalicə almaq üçün 300 manat pensiya alan insanlar banklara olan borcunu verə bilməyəndə evini əlindən alırlar. Statistikaya görə özəlləşdirmə payları qalan yaşlı nəsildən olan vətəndaşlardan hər il 1.5% dünyası dəyişir. Bu, özəlləşdirmə paylarını satmayan 1 milyon vətəndaşdan ildə 15 min insan, yəni hər gün 41 insan öz haqqına çatmadan dünyasını dəyişir. Sizcə, bugün Milli Məclisdə və mətbuatda müzakirəsi üçün bundan vacib nə iş ola bilər? Ermənilər bizim ata-baba torpaqlarımızı zəbt edən zaman belələrinin faşist və Azərbaycan xalqının düşməni olduğunu uşaqdan böyüyə qədər hamımız dərk ediriksə, deməli ki, bizim ata-babalarımızın canı, qanı bahasına, xalqın zəhməti hesabına qurulmuş dövlətin özəlləşdiriləcək əmlaklarından qanunla xalqa düşən hissəsini, 65%-ni 1001 hilə ilə ələ keçirən məmurlara və sahibkarlara sabah xalq düşməni deyəcəklər. Mərhum Prezident Heydər Əliyevin qoyduğu tarixi sosial ədalət siyasətini, xalqa vədini, imzaladığı konstitusiya və qanunları bəyənməyən və pozan oliqarx məmurlar xalq düşmənidir. Müqəddəs Quran ayələrində başqasına məxsus olan əmlak payını və yetimin malını yeyənlər barədə cəhənnəm hökmünün olduğu, onların öz ailə və övladlarına haram yedirdikləri, ziyan vurduqları barədə, hətta başqasının malının talan edildiyini görüb susanlar barədə aydın yazılıb. Bu sadəcə konstitusiya və qanunların pozulması deyil, korrupsiya və dövlət cinayətidir. Xalqa və prezidentə qarşı düşmənçilikdir. Hüquqşünas alimlərin gəldiyi nəticə 2004-cü ildə 75 nömrəli fərmanla özəlləşdirmə çeklərinin dövriyyədə ödəmə tədiyyə vasitəsi kimi istifadəsini məhdudlaşdırılması və ləğv edilməsi, normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 64-cü maddəsinin 12-ci bəndinin, o cümlədən Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinin tələblərinə, bugün qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsinin tələblərinə, mülki məcəllənin 153.3 maddəsinin tələblərinə tam ziddir. Bu hal qanunvericiliklə korrupsiya cinayəti hesab olunur. İkinci, nəyi bilmək vacibdir? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-4-cü maddəsində dövlət özəlləşdirmə paylarının, çeklərinin qiymətli kağız və mülkiyyət hüququ olduğu öz təsdiqini tapır. Qanunla özəlləşdirmə qiymətli kağızı olan dövlət özəlləşdirmə payları, çekləri
mülki məcəllədə göstərilən qaydalar əsasında dövriyyədən çıxarılır. Eyni zamanda mülki məcəllədə qiymətli kağızların dövriyyədən çıxarılmasını nəzərdə tutan 1078-27.1.5-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda yazılmasına baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuata verdiyi rəsmi məlumatda bildirilir ki, dövriyyədə ödəmə tədiyyə vasitəsi kimi istifadəsi başa çatmış özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması haqqında mülki məcəllədə olan qaydadan başqa bu günə qədər heç bir başqa qanunvericilik qaydası mövcud deyildir. Diqqət edin, Cənab Prezident 75 nömrəli fərmanın 1.2-ci bədnində açıq aydın göstərib ki, özəlləşdirmə çekləri qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun olaraq dövriyyədən çıxarılmalıdır. Cənab Prezidentin özünün imzaladığı qanunvericilik aktlarına görə Azərbaycan Respublikası adından qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət etmək səlahiyyətləri əvvəllər qiymətli kağızlar üzrə Dövlət Komitəsinə, sonra Maliyyə Bazarlarına Nəzarət Palatasına aid idi. İndi isə bu səlahiyyət Mərkəzi Banka aiddir. Birincisi, rəsmi fakt. 2011-2016-cı illərdə qanunvericiliklə dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarətə cavabdeh olan Qiymətli Kağızlar Komitəsi öz rəsmi saytında bu barədə açıq aydın yazıb ki, 2011-2016-cı illərdə özəlləşdirmə çekləri dövriyyədən çıxarılmayıb. İkincisi, rəsmi fakt. 2017-ci ildə vətəndaşların müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun özəlləşdirmə çeklərinin qanunla dövriyyədən çıxarılmasına cavabdeh olan Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərdiyi məktuba verilən 2 rəsmi cavab məktubunda Maliyyə Bazarlarına Nəzarət Palatası yazıb ki, dövlət özəlləşdirmə paylarının çeklərinin tədiyyə vasitəsi kimi istifadəsinin 2011-ci ilin yanvarında başa çatmasına baxmayaraq, dövlət özəlləşdirmə paylarının çeklərinin dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar hələlik müəyyən edilməyib və bu səbəbdən də 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə ödəniş vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının gələcəkdə dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur. Bundan başqa 2 xüsusi məlumat. Birincisi, mətbuatda və YouTube kanallarında deyildiyi kimi, özəlləşdirmə çekləri qrupunun nümayəndələri, Mərkəzi Bankın şöbə müdürləri, ixtisasca hüquqşünas olan Murad Məmmədovun və Yusif Məmmədovun qəbulunda olanda, onlar dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmadığını və bu günə qədər mətbuatda özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılacağı barədə heç bir rəsmi elan olmadığını söyləyiblər. Hətta hər ikisi də öz ailələrində özəlləşdirmə çeklərinin qaldığını söyləyiblər. Bildiriblər ki, əgər çeklər Cənab Prezidentin yazdığı kimi qanunvericiliklə dövriyyədən çıxarılmış olsaydı, birincisi biz bilərdik və biz kompensasiyalardıq. Bu hüquqşünasların hər ikisi əvvəllər qanunvericiliklə çeklərin dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına cavabdeh olan Qiymətli Kağızlar Komitəsində və Maliyyə Bazarlarına Nəzarət Palatasında şöbə müdürləri olub. Ancaq onlar dedikləri rəsmi qaydada yazmaq səlahiyyətlərinin olmadığını deyiblər. İkincisi, özəlləşdirmə çekləri qrupunun nümayəndələri Prezident aparatında Cənab Prezidentin köməkçisi Kərəm Həsənovun qəbulunda olan zaman Kərəm müəllim söyləyib ki, əgər özəlləşdirmə çekləri qiymətli kağız kimi qanunla dövriyyədən çıxarılmış olsaydı, 10 minlərlə vətəndaşın evində qalmazdı. Mülki Məcəllənin 1078-27-ci maddəsinin bəndlərinə əsasən qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən 7 iş günü müddətində rəsmi mediada dərc olunmalıdır. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir və qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Dövlət qiymətli kağızları haqqında bütün məlumatlar dövlət əhəmiyyəti daşıyır, qanunla qorunur və dövlət tərəfindən buna səlahiyyəti olan dövlət orqanının arxivlərində saxlanılır. Hörmətli deputatlar və jurnalistlər, deputatlar özləri dəfələrlə Milli Məclisə səsləndirir ki, onlar ayrı-ayrılıqda müraciət edən zaman məmurlar onlara qarşı saymamazlıq edirlər. Bu səbəbdən xalqa qarşı cinayətə, korrupsiyaya son qoymaq üçün sizlərdən çox xahiş edirik ki,
qanunverici ilə qiymətli kağızların dövrədən çıxarılmasına cavabdeh olan bu iki ali dövlət orqanlarının rəsmi dövlət sənədlərinə əsaslanaraq bizim 2 il ərzində dəfələrlə müraciətlərimizə baxmayaraq aydın, tam və düzgün cavab ala bilmədiyimiz bu sualın cavabını öz adınızdan Mərkəzi Bankdan tələb edəsiniz və sizlərdən xahiş edirik aldığınız cavab barədə mətbuatda açıqlama verəsiniz. Sual: özəlləşdirmə çekləri dövriyyədən nə vaxt çıxarılacaq? Əgər Mərkəzi Bank dövriyyədən çıxarıldığını ehtimal edirsə, bu zaman rəsmi şəkildə sənədlərlə əsaslandırmalıdır ki, hansı qanunla çıxarılıb? Bu barədə qiymətli kağızların dövlət reyestrində qeydiyyat varmı? Və mətbuatda elan nə vaxt verilib? Dostlar, Bakıda yaşayanlar, siz də birbaşa Mərkəzi Bankın Targovda yerləşən köhnə binasında vətəndaşların qəbul şöbəsinə yaxınlaşıb ərizə ilə bu sualı verin. Bəlkə bu dəfə vicdanlı hərəkət edib sizə düzgün məlumat verdilər. Biz ümid edirik və inanırıq ki, hörmətli deputatlarımız Milli Məclisdə müzakirələrə başlayacaq və Milli Məclisdə oturan mətbuat nümayəndələri, jurnalistlər qanunların və konstitusiyanın tələblərini ictimailəşdirəcək və inanırıq ki, tezliklə Ramiz Mehdiyevin və onun komandasının xəyanəti və prezidentin etibarından sui-istifadəsi nəticəsində Heydər Əliyev rəhmətə gedəndən 6 ay sonra 2004-cü ildə imzalanmış korrupsiya üçün şərait yaradan, konstitusiya və qanunlara zidd olan 75 nömrəli fərmanı cənab prezident qüvvədən salacaq, tez bir zamanda haqq və ədalət bərpa olunacaq. Yəni, özəlləşdirmə çeklərinin inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin nominal qiyməti qoyulacaq və özəlləşdirmə qanununun 10-cu maddəsi işləməyə başlayacaq. Artıq 16 ildir özəlləşdirmə prosesi konstitusiya və qanunlara zidd olaraq aparılır. Mülki məcəllə və özəlləşdirmə qanunu ilə orta və iri müəssisələrin 65% özəlləşdirmə payı kimi ölkə vətəndaşlarına məxsusdur. Özəlləşdirmə əmlak payı miras əmlak payı kimi onlara verilməlidir. Hörmətli deputatlar və ziyalılar, xüsusi bir qeyd edək ki, Belarusiyada özəlləşdirmə bizdən əvvəl başlayıb. Özəlləşdirmə çekləri bu gün də ödəmə tədiyyə vasitəsi kimi istifadə olunur. Hər il bu çeklərin inflyasiyadan qorunan nominal qiymətləri yenilənir. Vətəndaşların haqqına və hüquqlarına təcavüz olunmur. Göründüyü kimi Belarusiyada dövlət və məmurlar tarixi sosial ədalət prinsipini əsas tuturlar. Cənab prezident hüquqşünas deyil. Bugün qanunun fərmanla dayandırılması nəticəsində özəlləşdirmə çekləri olmadan dövlət əmlaklarının pulla sahibkarlara satılması korrupsiya cinayətidir. Ramiz Mehdiyev və komandasının xəyanəti nəticəsində cənab prezidentə və xalqa qarşı cinayətin, vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozulmasının və hüquqi səhvlərin aradan qaldırılması cənab prezidenti sevən bütün qeyrətli vətəndaşların, deputatların və jurnalistlərin vəzifə və vicdan borcudur. Sizcə cənab prezident öz atasının imzaladığı konstitusiyanı, qanunları və fərmanları bilə-bilə pozardı mı? Sizcə cənab prezident korrupsiya halı yaradan, atasının xalqa vədini pozan hər hansı bir sənədə bilə-bilə qol çəkərdi mi? Biz inanırıq ki, cənab prezidentə düzgün və tam məlumat çatan kimi haqq ədalət çox tez bir zamanda öz yerini tapacaq. Üçüncü, bilməyiniz vacib olan məsələ. İqtisadiyyat naziri Mikayıl Cabbarov iqtisadca hüquqşünasdır. Və gözəl bilməlidir ki, konstitusiya və qanunun qoyduğu qaydaları heç bir fərman poza bilməz. Mülkiyyət hüququnun bu cür pozulması korrupsiya cinayətidir. 15 ildir fərmana əsaslanaraq özəlləşdirmə payları, çekləri istifadə olmadan 65% qanunla xalqa məxsus əmlakların pulla sahibkarlara satılması xalqa qarşı düşmənçilikdir. 15 ildir oliqarx məmurlar deputatların hüquqi savadsızlığından istifadə edərək qanunla miras əmlak payı kimi xalqa məxsus mərhum prezident Heydər Əliyev tərəfindən xalqa vəd edilmiş orta və iri müəssisələrin 65%lik əmlak payını, səhmlərini pulla sataraq yenə də büdcə doldurmaq istəyirlər. Büdcə kəsirini xalqın cibindən çıxarırlar. Necə oldu ki, deputatlar, Maliyyə Nazirliyi və məmurlar 2-3 bankirin beynəlxalq bankdan uğurladıkları 10 milyard dollarlıq sıçan və şovluların açdığı deşiyi yamamaq üçün tez bir zamanda vəsait tapa bilir. Qərar qəbul edən orqanlar, mərhum prezident Heydər Əliyevin dövlətin ən kasıb vaxtında xalqa miras əmlak payı kimi vədinin
tarixi, sosial, iqtisadi, ədalət siyasətinin prinsiplərini unutmamalıdır. Unutmamalıdırlar ki, Heydər Əliyev başqa ölkələrdə özəlləşdirmə zamanı baş verən negativ halları nəzərə alaraq özəlləşdirmə paylarının, çeklərinin qiymətinin maddi ekvivalent dəyərinə bağladı və qanunla bu çeklərin inflyasiyanın təsirindən qorunan maddi ekvivalent dəyəri olduğu qəbul olundu. Çeklərin nominal qiyməti qoyulmalıdır. Əvvəllər Əmlak Komitəsi tərəfindən vətəndaşlara qarşı edilən cinayətlərə son qoyulmalıdır. Bir vətəndaşın payına 65 bin dollarlıq, başqasına 50 dollarlıq əmlak verilməsindən son qoyulmalıdır. Hər bir vətəndaşın pay çekləri eyni nominal qiymətdə olmalıdır və inflyasiyadan qorunmalıdır. Əmlak Komitəsi ancaq satacağı əmlaka bazar qiyməti qoya bilər. Vətəndaşların özəlləşdirmə çeklərinə qara bazar qiyməti qoyaraq əmlak özəlləşdirilə bilməz. Qiymətlər və alqı-satqı ancaq qanunla tənzimlənməlidir. Alimlərin də yazdıqları kimi 30 ildə olan inflyasiyanı nəzərə alaraq hər özəlləşdirmə paylarına, çeklərlə düşən əmlak payının maddi ekvivalent dəyərinin qiymətinin müəyyənləşdirilməsi üçün dövlət tərəfindən xüsusi komissiya yaradılması vacibdir. Birincisi, qanunvericiliyə baxanda görünür ki, 1997-ci il Əmlak Komitəsinin dövlət özəlləşdirmə opsiyonunun qiymətinin müəyyən edilməsi haqqında 222 nömrəli əmrinin 2-ci bəndi ilə dövlət özəlləşdirmə opsiyonunun qiyməti dövlət özəlləşdirmə çeklərinin paylarının çek aksiyonlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1% miqdarında, lakin 2000 manatdan az olmamaq şərti ilə müəyyən edilir. Buradan müəyyən olunur ki, bir çekin maddi ekvivalent dəyəri ən azı 2 milyon manat. Bir özəlləşdirmə payı 4 çek isə ən azı 8 milyon manat dəyərində qiymətləndirilib. Həmin dövrdə bu məbləğ 2100 ABŞ dolları təşkil edirdi. Nəzərə almaq lazımdır ki, özəlləşdirmə paylarının, çeklərinin hər birinin dəyəri qanunla maddi ekvivalentə bağlı idi və qanunla bu maddi ekvivalent inflyasiyadan qorunurdu. Diqqət edin, 30 il müddətinə əmlakların dəyəri ən azı 10 dəfə inflyasiya olub. 1997-ci ildə Bakıda dəyəri 2100 dollar olan bir otaqlı mənzilin bugün dəyəri ən azı 40-50 min manata qalxıb. Yəni, qanunla özəlləşdirmə dövrü üçün inflyasiyadan qorunan manat deyil, hər paya çekə düşən əmlakın dəyəridir. İkincisi, mülkiyyət bölgüsü ancaq qanunla tənzimlənməlidir və özəlləşdirmə payları verilən zaman dövlətin vətəndaşlar qarşısında götürdüyü öhdəliyə əsasən qanunla özəlləşdiriləcək bütün orta və iri dövlət əmlaklarının ən az 65%-i özəlləşdirmə çekləri ilə əvəzlənməli idi. Baxmayaraq ki, son 15 ildir xalqa məxsus milyardlarla manat dəyəri olan əmlaklar özəlləşdirilib, ancaq bugün gələcəkdə özəlləşdiriləcək investisiya fondlarında olan onlarla orta və iri müəssisələr, neft və mədən sənayesindəki icarəyə və ya idarəçiliyə verilməsindən asılı olmayaraq, inflyasiyanı nəzərə alaraq, müəssisələrin maddi dəyərinin ekvivalent qiyməti yenidən hesablanarsa, bu halda bir özəlləşdirmə payının maddi ekvivalent dəyəri bəlkə də 200 min manat olar. Bu isə o deməkdir ki, bugün üçün qanunla inflyasiyadan qorunan hər özəlləşdirmə payının əmlak ekvivalenti dəyəri ən azı 40 min manat hesablanmalıdır. Çünki özəlləşdirmə payları verilən zaman qanunla qoyulmuş qaydaya əsasən gələcəkdə özəlləşdiriləcək müəssisələrdən, məsələn, SOCAR-ın 65%-nin özəlləşdirilməsi çeklərlə aparılmalıdır. 25 il əvvəl qızılın 1 qramı 6-8 dollar olanda xarici və yerli investorlar əl ayağa düşüb, əmlak ekvivalenti dəyəri 2100 dollar olan çekləri qara bazardan 150-200 dollara vətəndaşlardan alırdılar. Yəni, bir özəlləşdirmə payı əvəzi vətəndaşlara 20-30 qram qızıl dəyərində pul verirdilər. Deməli, 25 il əvvəl özəlləşdirmə paylarını qara bazarda satanlar bugünkü hesabla qızıl ekvivalenti ilə 2-3 min dollara satıblar. Bunu yaddan çıxartmayın. Kim indi 25 ildən sonra öz ailəsinin özəlləşdirmə payını 2000 dollardan aşağı satırsa, deməli axmaqdır. Axmaqdır ki, 25 il saxlayıb indi satır. Yəni, o vaxt 150-200 dollara satanla indi 2-3 min satan arasında heç bir fərq yoxdur. Sadəcə həyatından 25 il uduzub. Dostlar, çeklərinizi satmayın, gözləyin. Dövlət çeklərə nominal qiymət qoysun və mərhum Prezident Heydər Əliyevin məsləhətini unutmayın. Özəlləşdirmə çeklərinizi dövriyyədə tədavül vasitəsi kimi satmayın. Onlardan dövriyyədə ödəmə tədiyyə vasitəsi kimi istifadə edin. Səhmlər alın, dividend qazanın. Allah ona rəhmət eləsin. Ruhu
şad olsun. Allah özü bu xəbərin cənab prezidentin çatmasında kömək olsun. Dostlar, bu səbəbdən aktiv olun. Bu günün işini sabaha saxlamayın. Bu videonu Facebook'da gruplarda paylaşın. Bir-birinizlə əlaqə qurun. Şikayət yazmağa kömək edin. Cənab prezidentin de dediği kimi ədalət var. Ancaq ona çatmaq üçün mübarizə aparmaq lazımdır. Dostlar, WhatsApp vasitəsilə 070 304 0521 nömrəsindən sizə deputatlar və köməkçiləri haqqında məlumat olan link də göndəriləcək. Siz təkcə öz deputatınızda deyil, bütün deputatlara müraciət edə bilərsiniz. Xüsusən də komitə sədrlərinə müraciət etmək vacibdir. Linkdə deputatların qəbul günləri, köməkçilərinin telefon nömrələri var. Hər bir deputatın rayonlarda və Bakıda ayda 3 dəfə qəbul günü olur. Öz şikayətinizi onlara birbaşa özünüz də verə bilərsiniz. Deputatların köməkçilərinə zəng edin. Deputatın və komitə sədrlərinin qəbuluna gedib şikayətinizə və suallarınıza cavab tələb edin. Hüquqşünas alim Fərhad Mehdiyevin dediyi kimi, əgər deputat xalqın mülkiyyət hüququnun əlindən alınmasına və bu cür aldadılmasına biganə qalırsa, deməli o xalqın düşmənidir. Belə vicdansız deputatları bizə çıxartmaq vacibdir. Dostlar, 2 həftə öncə Ali Məhkəmə qərargah çıxartdı. Onlar faktları və işi araşdırmaqdan imtina etdi və köhnə qərardadı qüvvəsində saxladı. Yəni, Ali Məhkəmə nəticəni qərar formasında vermədiyi üçün bütün vətəndaşların yenidən məhkəmələrə şikayətlər vermək hüququ var. Və bu şikayət vermək hüququ məhkəmə qərar verməyənə qədər müddətdən və sayından asılı olmayaraq həmişə yenidən verilə bilər. Eyni zamanda Ali Məhkəmənin bu qərardadından Vəkil Mübariz Yolçiyev tərəfindən həm Konstitusiya Məhkəməsinə və həm də Ali Məhkəmənin plenumuna şikayətlər veriləcək. Dostlar, prezident aparatına göndərilən şikayətlər Ramiz Mehdiyevin hələ də orada at oynadan köhnə adamları tərəfindən cənab prezidentdən gizlədilir. Prezidentə özlərinə lazım olan yalan informasiyalar verilir. Ruhdan düşməyin. Bu məmurlar tezliklə xalq və cənab prezident arasında çürüyüb yox olacaqlar. Mərhum Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü il mayın 12-də atəşkəsə nail oldu. Ramiz Mehdiyev prezident administrasiyasından çıxarılandan az sonra Cənab Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə atəşkəsdən 26 il sonra xalqımız böyük qələbənin sevincini yaşadı. Səbirli olun. Biz inanırıq ki, cənab prezidentə bu qanunsuzluq və ədalətsizlik barədə düzgün və tam məlumat çatan kimi hər şey biz gözlədiyimizdən də yaxşı olacaq. Rəydə öz fikirlərinizi yazın. Dostlar, siz cənab prezidentə inanırsınızmı? Ancaq diqqət edin. Dostlar, bu problemin ən perspektivliyi və tez həll olunması yolundan biri Milli Məclisin komitə sədrlərinə və sədri Sahibə xanıma qalan 85 deputata müraciət və şikayət edilməsi ilə mümkündür. Artıq mətbuatda 35-dən çox deputat, o cümlədən 10 yapçı deputat sizi dəstəkləyir. Yerdə qalan 85 deputata və Milli Məclisin sədri Sahibə xanıma şikayətlər davamlı olaraq yazılmalıdır. Deputat Fazil Mustafa keçən il öz müsahibəsində deyirdi ki, əgər özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlar birləşib öz hüquqlarını və haqlarını, ədaləti davamlı olaraq tələb etməsələr, heç kim onların haqqını qaytarmayacaq. Hər halda o deputatdır və məmurların kəramətinə, şərəf əlaqətinə bələd adamdır. Deputatlara nə qədər çox şikayət yazılarsa, nə qədər çox zənglər edilərsə, səsimiz tez eşidilər. Məlumatları paylaşın, bir-birinizlə ünsiyyət qurun və haqqınızı tələb edin. Bunu hamımız etməliyik. İnanırıq ki, tezliklə prezidentə düzgün məlumat veriləcək və ədalət öz yerini tapacaq. Linki kopya edib hər yerdə paylaşın. Öz fikirlərinizi deputatlara və cənab prezidentə deyəcəyiniz sözləri videoya çəkib, siz də YouTube'da və Facebook'da paylaşın. El gücü, sel gücü. Allah böyükdür. Diqqətinizə görə təşəkkür edirəm. Esselamu Aleyküm və Rəhmətullah.